Ateistlər deyirlər ki, madəm Allah varsa, niyə bu kainatda bu qədər ədalətsizlik, zülm, problemlər və ardı arası bitməyən bəla müsibətlər var? Hansınızın baxın, əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan odur. Dünya bərabərdir imtihan, ölüm bərabərdir son deyil, axirət bərabərdir tam ədalət. Yəni deyir, boynuzsuz qoç boynuzlu qoçdan haqqını alacaq. Məhləndəki bir qız uşağına tərbiyəsizlik eləyənlərə qarşı nə mübarizə apardın? Neynədin? Nə bir dənə bir tənqid elən ki, tərbiyəsiz, bu ayıbdır, bərkət eləməyin. Sənin avara dostların üzü də o qızın başına oynasarsan dedilər, güldülər, sən onlara bir dəfə qayıtın, kişi olun hə? Deyə bildin? Ateizmin bizə təbliğ etdiyi metodda əxlaq anlayışı yoxdur. Ateistlər deyirlər ki, madəm Allah varsa, niyə bu kainatda bu qədər ədalətsizlik, zülm, problemlər və ardı arası bitməyən bəla müsibətlər var? Niyə? Biz də bugün bu işləməyə çalışacağıq. Mövzumuz, əsas qayəmiz, hədəfimiz, yəni kimlərisə tənqid eləyərək, həqiqətən yıxaraq, sürüyərək deyil. Zaten İslamın prizması birinci növbədə nədir? Asanlaşdır, çətinləşdirmə. Sevdir, nifrət etdirmə. Gözəlləşdir, çirkinləşdirmə. Yəni, çünki niyə görə əzizlərim? Bizim rəhbərimiz olan Peyğəmbər Əfəndimiz heç bir inancı, heç bir düşüncəsi İslam haqqında olmayan o insanların təhcə dəstəmazı, namazı, təmizliyi üçün 11 il səbr eləyib. 11 il onlara sevə-sevə, oxşaya-oxşaya onlara səbr-səbat eləyib. Amma biz inancı bizimlə üst-üstə düşmür deyə, əqidəsi bizimlə üst-üstə düşmür deyə insanları tənqid üstünə tənqid eləyirik və hələ-hələ də agnostikdirsə, ateistsə ona min cür ünvanlar qoşuruq. Bu bizə qazandırmır. Bu bizə heç nə vermir. Bu əksinə bizim təbliğ etdiyimiz, təmsil etdiyimiz İslam davasını daha da zədələyir. Niyə zədələyir bilirsiniz əzizlərim? Çünki biz Allahın bizə buyurduğu üzərə yox, bizə sunulan üzərə hərəkət edirik. Amma halbuki bizə Allahın kitabında buyurduğu ən gözəl metod və üslub yaşa və yaşat üslubudur. Yəni yaşamazsan, yaşada bilmərsən. Öyrənməzsən, öyrədə bilməzsən. Sevməzsən, sevdirə bilməzsən. Təbliğ etdiyin şeyi təmsil edə bilməzsənsə, edə bilməzsən. Qayə və hədəfin ən yaxşısı olacağı üçün ən yaxşısını beynində qoyub ona görə proqramlamaqdır. Yox, bu deyilsə, yəni ən azından əzizim, çəkil bir qıraqdadır. Deməli, bu mövzumuz ümumiyyətlə içində paradoksları da özü ilə birlikdə gətirən bir mövzudur. Yəni niyə görə? Çünki madəm Allah varsa, niyə bu dünyada zulüm var məsələsini mən istəyirəm birinci bir girişini fərqli eləyim. Deyək ki, bir restorandayıq. Dilim nə dedim artıq? Bir restorandayıq. Bir ünvandayıq. Gəlmişik, o restoranın artıq içərisində biz nə edirik? Menyu. Menyuya bax, menyunu bəyənib, bəyənməmək, yeməklərin seçimi, personal xidmətin keyfiyyəti və digər şeylər haqqında müzakirə eləyə bilərik. Yəni hal-hazırda artıq biz o restoranın içindəyik. Biz restoranın varlığı və yoxluğunu, rəhbərliyin olub və olmamağını, onu isbata çalışıb çalışmamaq söhbətini apara bilərik. Özü belə ən böyük paradoksdur. Niyə? Bizə İslamdakı paradoksları təklif eləyənlər, Allah madəm varsa ədalətsiz niyə var paradoksunu qoyanlar özü sual verməlidir ki, biz bu restorana girmişiksə, bu restoranın biz varlıq və yoxluğunu necə danışa bilərik? Məsəl üçün, atıram, ölkənin reklam getməsini ad çəkmirəm. Ölkənin ən belə professional bir dənə restoranında oturmuşuq səhər menyusuna və yaxud da günorta menyusuna. Biz orada nəyi müzakirə edə bilərik? Səhər menyusundakı yeməklərin keyfiyyətinin ölçüsünü.
Personal xidmətin bizə göstərdiyi ölçü nisbətində dəyərləndirilməsi. Yəni bizə necə qulluq elədilər, necə dəyər verdilər falan bu şeylər. Amma biz deyə bilmərik ki, Murad sən bilirsən nə var? Burada bu restoran yoxdur. Nə qədər absurddur, bu ən böyük paradoksdur. Murad bilirsən nə var? Buranın şefi yoxdur. Burada bütün yeməklər öz başına pişir. Yəni elə bir şey yoxdur. Bu restorana girmisənsə, dəxil yoxdur. Sən bəli, keyfiyyət ölçüsünü dəyərləndirə bilərsən, amma varlıq və yoxluğu dəyərləndirə bilmərsən. Çünki niyə? Restoran bir məkandırsa, o məkanın sahibi vardır. Eynən onun gibi, əzizlərim, eynən belədən. Yəni, əgər sən bu dünya adlanan restoran tipli bir məkana girmisənsə, yemək içməklər, ləzzətlər, təamlar, burada baş verən sənə göstərən personal xidmət dediyimiz hansı ki, dünyada başıma gələn hadisələr, onların keyfiyyət ölçüləri falan, bunlar barəsində sən müzakirə apara bilərsən. Hə, bunları ölçə bilərsən. Niyə ədalətsizlik var? Acaba nədir hikməti? Niyə uşaqlar ölür? Nədir bu problemlər? Niyə zülmlər baş verir? Bunları sorğulaya bilərsən, amma bunlar üzərindən Allahı sorğulaya bilmərsən. Bu özü də ayrı bir paradoks satır. Çünki sən artıq bu məkanın içindəsənsə, məkanın sahibi var. Hə, mən demirəm məkanın sahibini sorğulaya, bu nədir belə? Əlbəttə, onun da özünə görə ayrıca kriteriyalar var, onu da izah eləyəcəyik. Amma sən artıq bu məkandasansa, gəlin səmimi danışaq. Varlıq yoxluğu danışmağımız bizə ən böyük absurd bir məsələdir, yəni. Çünki niyə? Dediyim kimi, mən bir dənə bu restoranın yeməyindən nümunə kimi harasa aparmağım, bu restoranda bir dənə şəkil çəkdirməyim, bir dənə yeməyi yeməyim, dostumla bir yerdə o xatirəni yaşamağım özü isbatdır. Amma sən o restoranın yoxluğunu deməyin üçün bütün Bakını, Targovunu, hər yeri gəzməlisən ki, deyəsən ki, məsələn, atıram, falan restoran yoxdur. Falan restoranın şəbəkəsi mövcud deyil. Elə deyil. Yəni sən bu artıq varlıq və yoxluq isbatı deyil, keyfiyyət ölçüsünə gəlir. İndi keyfiyyət ölçüsünü müqayisə eləməyə. Deməli, bizim yanaşma prinsipimizdə ümumiyyətlə zülm nədir? Yəni, belə deyək də, insanların ölümünü zülm olaraq görmək, uşaqları və körpələrin ölümünü zülm olaraq görmək. Bu, bizim qarışdığımız və qarışdırdığımız problemlər bunlardır. Bir körpə uşaq hələ həyatının baharındayken nə bilim nələrə məruz qalmağı. Problem budur, bunu müzakirə eləyək, amma bunun üzərindən Allahı müzakirə eləməyək. Başa düşürsən, burada deyə bilərik ki, yəni hikməti olaraq acaba Allahın burada muradı nədir? Nə üçün belə bir proses baş verdi? Bunu oturaq, sorğulayaq, öyrənək. Zaten, görün hikmətə baxın da. Yəni, bunu sorğulanmasını istəməyən bir dinin sahibi Allah niyə öz kitabında dəfələrlə desin ki, sorğulayın, öyrənin, araşdırın, tədqiq eləyin, ağıl eləyin, dərk eləyin, təfəkkür eləyin. Murad, sən bir dənə sistem qormusan, hamı istəyirsən, istədiyin sənin sistemi hərəkət eləsin. Sən təzən əlif naqtaca deyərsən ki, təfəkkür eləyin, düşünün. Sənə manqurt lazımdır da. Sənə lazımdır onlar düşünüb biraz işi zayvat eləsinlər. Yox. Sənə manqurt lazımdır, istədiyi eləsin. Əgər madəm belə pis çıxmasın, sən öz əleyhivə niyə iş görəsən, hə? Yəni, məsələn, demək ki, Allah-u Teala'nın bizdən istədiyi bir şey var. Deməli, Allah zülmə əmr etmir. Quranda açıq-aşkar ayələr var. Deyir ki, şübhəsiz ki, Allah insanlara heç bir şəkildə zülm etməz. Heç bir şəkildə zülm etməz. Lakin insanlar özlərinə zülm edərlər. Allah proqramlamanı elə qurub qoyub ki, insana cüzi iradə verib. O cüzi iradə nisbətində insan hərəkətli eləyir. Məsələn, deyək ki, fiiliyyatını özü seçir. İnsana qədər kitabı yazılıb verilib. Məsələn, Səfərli Heydər yazdı, oxudu, yatdı, durdu, getdi, gəldi, öyrəndi. Mübtada xəbər, feil hazırdır. Tamamlıq təyin zərflik hazır deyil. Onlar hadisə əsnasında zuhur eləyəcək. Yəni hadisəyə görə şəkillənəcək. Həmin əsnada sənin qərarların, həmin o tamamlıqların, zərflərin sənin qədərvi yön verir. Məsələn, Allah yazıb qoyub, Heydər yatdı, durdu, oxudu. Heydər oxudu nəyi? Qur'anı, yoxsa fəlsəfəni. Oxudu fəlsəfə, yaxşı fəlsəfə, pis fəlsəfə. Heydər getdi məscidə, namaza, niyaza, yoxsa
Üzr istəyirəm, bara, diskotekaya, əxlaqsızlıq yuvasına. Heydar, nə bilim, filan işi gördü. Nəticədə yaşatdığı öldürdü. Bunlar yazılıb, amma necəliyini sən təyin edirsən. Yəni Allah burada sənə cüzi iradə verib. Bu cüzi iradə məsələsini düzgün dəyərləndirmək. Yəni qədər, qəza və cüzi iradə üçgən proqramının cüzi iradəsində insanın üzərində düşən az bir hissə olsa da belə insanın böyük həyatını böyük nisbətdə təsir göstərir. Ona görə də biz cüzi iradəmizi yanlış istifadə elədiyimizə görə burada əmələ gələn sifətlənmələrdə problem yaşayıb onu o sifəti Allaha ətf eləyirik. Və deyirik ki, Allah zülm eləyir. Mən halbuki Allah kitabda nə deyir? Sizin etdiklərinin əksəriyyəti sizin özünüzün ucbatındandır. Yəni sən daha yaxşısını eləyə bilərdin. Hə, problem burada bir sən nədir? Deyir ki, Allah niyə müdaxilə eləmir? O zaman müdaxilə eləsə bütün proseslərə müdaxilə eləyəcək. Bütün birindən ən böyük ədalətsizlik orada olur ki, birindən müdaxilə eləsə burada problem burada çıxır. Bəzən görsən bir bəla müsibət gəlir, dindar belə onun içərisində əzilib gedir. Müsəlmanları bilsən Allah öz kitabında nə tərbiyə belə təhdidlər sovurur. Öz peyğəmbərinə bilsən nələr sözlər deyir. Yəni bu belə psixmasın elə kimlərinsə qrupların yazdığı bir sözlü kitab olsaydı, niyə elə özlərini belə nifraf çıxarsın, nəsəf çıxarsınlar ki? Davamlı özlərinin xeyrinə iş görərdilər. Fikir versən bir də ali bir kitab yazılıb. Orada müəllif nətər məhv edirlər. Hansı bir müəllif görmüsən ki, özünü tənqid eləsin orada. Amma Quran Allah Azza və Cəllə orada müsəlmanları hansı ki göndərdiyi peyğəmbəri belə bəzən tənqid eləyir. Demək artıq biz başa düşməliyik ki, bəli, yaradan yeri gələndə Yunus vəzifəsini düzgün yerinə yetirməyən də Yunusu belə Yunus balığının qarnına atır. İbrahim əleyhissalama bilsən nə deyir Allah Azza və Cəllə? İbrahimə göndərilən səhifələrdə gələn şeylərdə var, İsrailiyyatda var. Deyir ki, bir gün qoca bir yaşlı İbrahim əleyhissalamın qonağı olur. Yəni Allah Azza və Cəllə buyurur ki, yəni ya bu yaşını şeylə. O da gəlir 80 ildir, 70-80 ildir. Yəni bildiyin ancaq və ancaq müşriklik edən bir qocadır. Allahın dinindən uzaq bir qocadır. İbrahim əleyhissalam deyir ki, sən müşriksən, mən sənə şey verim. Çörəyimi paylaşım. Bir nevi onu küstürür. Allah-u Teala deyir ki, söhbətə bax, deyir ki, ey İbrahim, əgər sən o qocanın gönlünü almazsan, sən peyğəmbərliyi əlinə alaram. Ay kişi 80 illik müşrik bir adama deyir ki, mən deyir 80 ildə onun çörəyini, çayını, yeməyini, qidasını heç bir zaman əskiltmədim, mənə qarşı gəldiyi halda. Amma sənə bir dəfə qonaq elədim, sən onun ruzusunu vermədin. Madəm elə İbrahimin tərəfindəysə Allah da niyə İbrahim əleyhissalamı qazlayırdı ki? İbrahim də caysə İbrahimi də kəsərəm deyir. İsmail caysə İsmaili də kəsərəm. Yunus caydı gördün neynədim? Balinanın qarnına attım. Yəni Allah üçün İbrahim məsələn üstünə fərq yoxdur. Kim ixlaslıdır, təqvalıdırsa, istiqamətsə, imtahanın sırrını, imtahanı kim verəcəksə, o mənim yaxınımdadır. Peyğəmbərlər də imtahanı verirlər, peyğəmbərlər seçiliblər. O demək deyil, üstündə bizim üstümüzdə oturublar. Xeyr, peyğəmbərlər bədəl ödəyib. Peyğəmbərliklərinin əldən gedəcək bir səviyyə gəldiyi vaxtları olub. İmtahanı bəzən çətinlik çəkiblər, onlar belə əziyyət çəkiblər. Peyğəmbərlərin belə zamanla sıxıntı yaşadığı bir durumlar olmuş ya. Allah Rasuluna bir neçə il, bir il yarım civarı vəhy gəlmir. Allah Rasul belə hüzünlənir ki, acaba Rəbbim məni unutdu. Sonra ilk ayətlərə deyir, şübhəsiz ki, Muhammed Rəbbim səni unutmadı. Yəni Allah-u Teala'nın ən əziz dəyərli peyğəmbərlərini belə bu qədər sınaması, bəla müsibətlərə giriftar eləməsi, yəni dünyanın heç də rahat bir dünya olmadığını göstərir. Cənnətin də ucuz olmadığını göstərir. Onun üçün də və elə bəla müsibətlərində kralı elə peyğəmbərlər və ailələrinin başına gəlibdi. Sualıma cavab indi istəyirəm ki, sən deyirsən bu bəla, bu müsibət, bu kasıbın balası, bu kasıbın balası yəni birinci elə peyğəmbərin balası yaşayıb bu imtahanı. Qabillə Habil yaşayıb bu imtihanı. İsmaillə İbrahim yaşayıb bu imtihanı. Nuh yoldaşına və oğlundan yaşayıb bu imtihanı. Peyğəmbər ailəsi ilə, əmisi ilə, o ilə, bu ilə yaşayıb bu imtihanı. Musa əleyhissalam qardaşı Harunla yaşayıb bu imtihanı. Həzrət Məryəm anamız ən əzizlərindən yaşayıb. İsa əleyhissalam ən yaxın həvarisi ilə yaşayıb bu imtihanını. Hey saysan
Zəkəriyya əleyhissalam, Davud əleyhissalam, Süleyman əleyhissalamı, yəni əzizlərindən bu imtahanları yaşayıblar. Xanımı Bəlqisi alanda cinlər tayfası ilə ağır imtahanları yaşayıb. Yəni demək ki, belə bir şey yoxdur ki, rahat yəni işte bu dünyaya girmişiksə, bu Zat-ı Zülcəlalın proqramı budur. Barışacaqsan bununla. Bu dünya cənnət məkanı deyil. İstirahətlər və ləzzətlər ölkəsi deyil. İmtahanlar ölkəsidir. Amma imtahan içində də bir ləzzətlər qoymuş. Yeməkdən bir ləzzət alırsan. Bəzən fikir versən, belə pis çıxmasın, əstağfurullah, əstağfurullah. Orada ölün rəhmətə gedib aşından ləzzət alırsan. Səmimi danış. Allah rəhmət etsin. Nə dadlı pulavıydı. Ha? Rəhmətə gedib onunla belə ləzzət. Dur onu tənqid edir. Bu da bir fitrətdir. Yəni əslində bu onu göstərir ki, əzizlərim, dünyada olacaq heç bir şeylər itmir, getmir, batmır, yoxa çıxmır. Bir məkandan başqa bir məkana keçir. Yəni qiyafət dəyişir. Paltar dəyişir. Ona görə də burada müsibət və bəlaların zahirən bəla kimi görünməsi nəticəni dəyişmir. Sənin müsibətə baxış tərzivi dəyişməyin sənin qədərivi dəyişir. Sənin başına gələnlərə baxış tərzin sənin həyatını dəyişdirir. Allah Azze ve Celle orada baxır, görür ki, səni sıxır, görsün bunun içərisindən sok mu çıxacaq, zəhər mi çıxacaq, bal mı çıxacaq, üzr istəyirəm, nəcis mi çıxacaq. İşte sənin keyfiyyət ölçün o sıxılmada göstərir özünü. Ona görə də əzizlərim, yəni uşaqların belə olması, balacaların, körpələrin başlarına bu müsibətlər falanlar gəlməsi, yəni sonuçta yaradan odursa, Zat-ı Zülcəlal, o üzrə proqrammalar olur. Məsəl üçün, çox vaxt şikayət edirlər, xəstələrlə belə oldu, elə oldu. İnan Allah, xəstə adamlardan, o 5 ayaqlılar və yaxud da Down sindromlar falan, mən hələ bir dənə görməm ki, ondan çəsin Allah şikayət eləyən olsun. Onlar əksində daha Allah yaxındılar. Bir dənə mübarək Allahları var. Sən o Down sindromunun dərdini çəkməkdənsə öz dərdini çək. Ay kişi, nə qədər Allaha layiqsən, nə eləmirsən Allah üçün? Nə iş görmüsən? Həyat fəlsəfən nə qədər imkan verib Allaha yaxınlaşmağa? Ona görə də əzizlərim, bax, biz bir şey anlamalıyıq ki, Allah-u Teala Quran-ı Kərimdə rahat şəkildə də buyurur ki, deyir ki, Mülk surəsi. Mülk surəsi bu hansınızın baxın, əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan odur. Mülk surəsi 2-ci ayə. Bax, hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan odur. Yəni, nədir? Ölüm necə olacağı da onun içindədir. Avariya ilə, 9-cu mərtəbədən yıxılmaqla, dənizdə boğulmaqla, hər şey onun içindədir. Həyat da yaradan da o. Həyatın içindəki proqramı da yaradan odur. Nədir? Bir gün evladığına, bir gün atanavına, bir gün pul parayla. Yəni, əzizlərim, yəni Allahı sorğulamağı buraxaq, ay əzizlərim, özümüzü sorğulayaq. Nə qədər mən Rəbbimə yaxınam. Və Rəbbim üçün nə dedim və bir də nə qədər yolumdan azmağıma rağmen onun yoluna geri dönmək üçün addım atıram. Və bu baxımdan da belə düşünmək lazımdır ki, dünya bərabərdir imtihan, ölüm bərabərdir son deyil, ahirət bərabərdir tam ədalət. Deməli, dünya, ölüm və ahirət məsələsini dəyərləndirəndə qabağında qoymalıyıq. İmtihan son deyil və tam ədalət. Yəni, burada baş verən mütləq ədalət deyil, nisbi ədalətdir. Yəni, deyir, boynuzsuz qoç, boynuzlu qoçdan haqqını alacaq. Boynuzu olub, boynuzsuzu belə incitdiyi üçün. Fəmən yə'məl dərratid deyir. Zərrə qədər o yə'məl miskazət xayrən yara, şərrən yara. Yəni xeyir və şər əməllərinin zərrəsi belə hesaba çəkiləcək. Yəni hətta Allah Resulü deyir, insanoğlu dünyada yaşarkən heç də zənn etməsin ki, realdadır. Əslində yuxudadır, ölüncə ayılacaq. Deməli biz bax hesaba çəkmək elə budur. Hesaba çəkib soru-sual eləyərkən əzizlərim, yəni necəliyi hesaba çəkərkən özümüzü hesaba çəkək orada. Yəni sən Amerikadakı epiştenizm hadisəsini belə pismasını dəyərləndirirsən ha, ki burada belə nə bilim şərəfsizliyi bu qədər uşaqlara falan. Bəs sən yaxşı, üzr istəyirəm ifadəmə görə, məhləndəki bir qız uşağına tərbiyəsizlik eləyənlərə qarşı nə mübarizə apardın? Neynədin? Nə bir dənə bir tənqid elən ki, tərbiyəsiz, bu ayıbdır, bərkət eləməyin.
Sənin avara dostların üzü də o qızın başına oynasarsan dedilər, güldülər. Sən onlara bir dəfə qayıt, nə kişi olun ha. Deyə bildin? Epstein'i burada tənqid edirsən. Öz məhləndən başladın, nə iş gördün? Öz evin içindən başladın, nə iş gördün? Sən Amerikada Epstein'ime gelib çıxırsan. Ona görə əzizlərim, o qəşəng bir misal verir. Hər kəs öz evinin içini təmizləsə və məhləsini təmizləsə, dünya çirk olmaz. Çünki hər kəs dediyimiz özümüzdən başlayır. Özümüzü islah edə bilsək, özümüzü tənqid edə bilsək, özümüzü insani bir modelə apara bilsək, inan ki, hər şey yaxşı olacaq. Amma ateizmin bizə təbliğ etdiyi metodda əxlaq anlayışı yoxdur. İndi bizə çox da deməklərinə baxmayın. İnan ki, gedin araşdırın, görərsiniz ateizmdə əxlaq anlayışı yoxdur. Nə istəyinə sərbəstdir. İndi belə bir düşüncə və təfəkkür dünyaya hakim olsa nələr baş verər? Yəni bir anlıq düşünün. Kim kimə nə istir eləyir? Yəni bu işin gedişatı axıra hara gedər? Nələr baş verər? Yəni işin sonucu olaraq nə olar özü fikirləşin. Ona görə də əzizlərim, həqiqətən madəm dünya varsa, imtahan varsa, bir nizam varsa, burada bir ədalət varsa, nisbi də olsa, burada bir idarə olmalıdır. İdarə etmə baş verməlidir ki, ədalətsizlik baş verməsin. Bəli, ədalətsizliklər olacaq. Çünki bura mütləq dünya deyil, bura nisbi dünyadır. Mütləq dünya axirətdir. Elə burada elədiklərimizin qarşılığını orada görür. Sən yaxşısın ol. Sən gözəli ol. Sən istiqamətdə ol. Elə bacarırsan o pisliyin qarşı mübarizə aparanda biri də sən ol. Sən əl ayağı təmiz ol. Sən vicdanlı ol. Sən mərhəmətli ol. Sən şəfqətli ol. Ona baxıb sən də pis olursansa demək elə pisin kralı sənsən. Pisə baxıb sən də cəhənnəm olsun. Mən də elə palaca binəlinə sürünə sən də girsən deməli zalimin elə kralı sənsən. Sən ol. Deyir tisbağı ilan məsələsində. İlanlığı nəsə də sən tisbağalığı elə. Sən yenə də onu daşırsan, yenə də yaxşılığından vaz keçmə. Nə deyir? Ən gözəl də yaxşılıq edər kimi görünmə. Yaxşılıq et və görünmə.